Salam, hər birinizi xoş gördük. OTK-nın 16 noyabr tarixində keçirilmiş olduğu imtahandan ümumi siniflərin ingilis dili suallarına baxaq. Faydalı testlərin davamı üçün kanala abunə olmağı da unutmayın. 56-da doğru cavab olacaq A variantı, 57-də doğru cavab C variantı, 58 deməli A, 59-da D, 60 isə Y variantı olur. 61-də D variantı, 62-də D, 63 B, 64 A variantı, 65 Y variantı, 66 B, 67 D, 68 1 və 3 olacaqdır. 69 Y variantı, 70 A variantı, 71 D variantı, 72 D, 73 B, 74 D, 75 C, 76 isə deməli 2 və 3 olacaqdır. Listening hal-hazırda əlimdə yoxdur, təəssüf ki. S-ni də yəqin ki yazmısınız. Deməli, yəqin ki ağacdan meyvə dərir qız, evə aparır və anası ilə bərabər doğrayır. Belə bir essedir və unutmayın ki, esse sizə təqribən 17 bal verir. Ona görə essenizi yaxşı yazmağa çalışın. Hər birinizə uğurlar olsun.